Salam şagirdlər, bu videoda Güvən 8-dən Sınaq 6-nın bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sınaq 6-da buraxılışdır uşaqlar. Birinci sualından baxaq. Kvadratın sahəsi 91% azalarsa, onun tərəfi neçə azalar? Birinci baxaq. Tərəfinə A deyək. Kvadratın sahəsi nədir uşaqlar? A vuraq A, yəni A kvadratdır. Və deyir kvadratın sahəsi 91% azalar. Bu sahəni A kvadratın vursaq, 91% arası vuraq 91 bölü 100 kimi yazsaq, bu alırıq 0-dan 100-ə 91 A kvadrat. Düzdürmü? A kvadratından çıxsam 0-dan 100-ə 91 A kvadratın qalar 0-dan 100-də 9 A kvadrat. Deməli, əvvəl sahəsi A kvadrat idi. İndi olub 100-ə 9 A kvadrat. Bizə nə edir? Onun tərəfi. Yeni, yəni azalandan sonraki kvadratın tərəfi olub daha doğrusu tərəfi yox, sahəsi 109 A kvadrat. Tutaq ki, tərəfi x-dırsa, sahəsi necə? X kvadrat bərabərdir 109 A kvadrat. Deməli, tərəfi nə olacaq? X bərabər 0,3 A. Əvvəl A idi, olub 103 A. Deyir, neçə faiz azalıb? Deməli, olacaq. A-dan 10-da 3-ə düşüb, düzdürmü? Olacaq A çıxaq 0,3 A bölək A vuraq 100. Deyirdik ki, malın qiyməti tutaq ki, 100 manatdan 80 manata düşüb. Neyini yedik? Deyirdik 100 çıxaq 80 bölək 100 vuraq 100 da, düzdürmü? Deməli, nə alırıq burada? 0,7 A bölək A vuraq 100. Alırıq necə? 70%. Cavabımız olar Y variantı. Sonra, ikinci sualda isə deyir, alfa və beta uyğun tərəfləri paralel bucaqlardır. Görə eyniadlıdır yoxsa bucaqlardır? Alfa ilə beta, aha. Sonra deməli o eyniadlı bucaqlardır. Bununla bunun cəmi. Bu alfadır, bu betadır. Deyir, alfa ilə betanın cəmi 160'dır. Onda elə alfa betaya bərabərdir uşaqlar. O da alfa betaya bərabərdirsə, onda 2 alfa kimi yaza bilərik də bunu. Yəni betanın yerinə alfa yazdım. 160 ise onda alfa bərabər alırıq 80 dərəcə. Onda o da beta da həmin 80'ə bərabər. Bizə deyir alfanı tapın. 80 dərəcə. Cavabımız yenə olacaq Y variantı. Üçüncü sualda isə aşağıdakilərdən hansı n-in bütün qiymətlərində təkdir? Baxaq birinciyə uşaqlar 8-in üstə gələk 6. Burada 2'ni çıxarsaq mütərizə xaricinə alırıq nə? 4'in üstə gəl 3. Uşaqlar 2'yə vurma var deyə bu hər zaman tək də olsa, cüt də olsa hər zaman cütdür. Bizə nəyi soruşur? Təkdir deyir. Sonra 4'in üstə gəl 9. Bunu 4 vuraq. Daha doğrusu bunu 4'in üstə gəl 8 üstə 1 kimi yazsam 4 vuraq. N üstə gəl 2 üstə gəl 1 formasında yaza bilərəm. Düzdürmü? Bu hər zaman cüt, üzərinə 1 gələndə hər zaman təkilir. Cavabımız olar, onda B variantı. Dördüncü sualda isə diaqrama əsasən N açıq B-ni soruşur. Uşaqlar, şəkili həmən yox çəkim. Narazılıq olmasın. Bu A çoxluğu olsun, bu da B çoxluğu. 1, 2, 3, 4, 5 burada. 6, 7, 8, 9 isə B-nin daxilindədir. Bizə açıq B-ni soruşur. Uşaqlar, A-dan B-ni çıxanda hansı hissə qalır onu çəkirəm. Baxın. Baxın uşaqlar, bu hissə qalır. Yəni bu hissəni açsam nə qalacaq? 1, 2, 3 qalacaq. Onda alır 1, 2, 3. Və bu n nə idi? Yəni A çıxar B-dəki elementlərin sayı 3 dənə. Cavabımız olar B variantı. 5-ci sualda isə 8'də 5 hissəsi 20 olan ədədi tapın. Tutaq ki, o ədəd x-dır, 8'də 5 hissəsi isə 20 deyər. Onda x bərabərdir 20 vuraq 5'də 8 kimi yaza bilərik. Bu da elə 32. Cavabımız C variantı olar. 6-cı sualda isə aşağıdakı ədədlərdən neçəsi irrasionaldır? Baxaq uşaqlar, bizə verib 4 tamında, daha doğrusu 4 tam dövrdə 3 verib. Dövrdə 3.
Uşaqlar bir bunu yazmayaq. Ya da yazaq eybi yoxdur. -3-1 2,3 kökdə 144 pi üstə gəl 2 kökdə 1,21 və kökdə 27. Uşaqlar baxaq, bu nədir? Rasionaldır. Bu 4 tam dövrdə 3, yəni 3də 1 deməkdir. Sonra -3-1 rasionaldır. 2,3 rasionaldır. Kök hətta 144 uşaqlar 12 deməkdir. Yəni adi bildiyimiz natural ədəddir. Eyni zamanda rasional dəyərləri. Pi uşaqlar. Pi'nin biz irrasional olduğunu bilirik. Pi üstə gəl 2 də irrasional. Deməli irrasional olan pi üstə gəl 2 oldu. Daha sonra varmı? Bu nə deməkdir? 1,1 deməkdir. Kök çıxır yəni. Kök hətta 27 isə 3 kökdə 3 deməkdir. Yəni bu da irrasionaldır. Kökdə 27. Oldu 2 dənə irrasional ədədimiz. Cavabımız olar D variantı. 7-ci sualda məhluldakı suyun miqdarı duzun miqdarından 50% çox olarsa bu məhlulun qatlığını tapın. Məhlul yazacaq bir dənə su, buraya duz. Deyir ki, məhluldakı suyun miqdarı duzun miqdarından 50% çox olarsa. Deməli, suyun miqdarı duzun miqdarından. Duzun miqdarı x-sa, suyun miqdarı 2x-dir. Bizə deyir ki, bu məhlulun qatlığını tapın. Qatlıq nə idi? S bərabərdir. Duz bölək su vuraq 107. Düzdürmü? Duz bölək su, yəni məhlul vuraq 107. Duzumuz nədir? X-dir. Bölək məhlulumuzun ümumi kütləsidir bu. M məhlul yazılır. Məhlulun kütləsi nədir? 2x. Şöyle burada yanlışlıqdır. 2 dəfə, daha doğrusu 50% çox 2 dəfə çox demək deyil. Yarısı çox deməkdir. Üzrlü sayın. Baxın. Deyir ki, duzun kütləsi x qramdırsa. Suyun kütləsi onun 50%. X vur 50 bölü 100. Yəni 0,5x. İndi duz x-dırsa x üstə gəl 0,5x isə sudur. Yəni 1,5x. Bu sudur. İndi bizə nə deyir? Məhlulun qatlanıdır. Sebir. Duz bölək məhlul vuraq 100. Burada nə eləyər? Duzumuz nədir? X qramdır. Böləcək məhlulun ümumi kütləsinə. Yəni 1,5x üstə gəl x-a vuracaq 100-ə. Bu da bizə verər nə? Baxaq görək. Deməli x bölək 2,5x vuraq 100. Bu x-ləri xəstərləsəm 1 bölək, yəni 10 bölək 25 vuraq 100 deməkdir, düzdürmü? Bu 25-ə ixtisar keçirlər, 4 burada qalar, 4 də 10'a vuranda eləyər 40%. Cavabımız olar B variantı. 8-ci sualda isə deyir A, B, C nöqtələri bir düz xətt üzərində yerləşir. Yerlə şəklə əsasən x tap. Deməli, bu D-dir. Bu isə Y-dir. Bizə deyir ki, ara x-dir. Deməli, bura 70 dərəcədir uşaqlar. Bura x-dir. Bura isə 55'dir. Bizdən x-i tap. Uşaqlar biz bilirik ki, ABC nədir? Açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcə olduğundan mən bu hər bucağı toplayıb bərabər 180-də. Alıram burada x üstə gəl 125 bərabərdir 180 isə x bərabərdir 55 dərəcə olar. Cavabımız A variantı. 9-cu sualda isə təkliflərdən hansı doğrudur? 4'ə bölünən ədədlər 8'ə bölünür. Xeyr, doğru deyil. Sonuncu rəqəmi 9 olan ədədlər 3'ə bölünür. Xeyr, doğru deyil. Rəqəmlərin cəmi 3'ə bölünən cüt ədədlər 6'ya bölünür. Bəli, doğrudur. Cavabımız olar C variantı. Sonra nə deyirdi? 3'ə bölünən ədədlər 9'a bölünür. Yanlışdır. 2'ə bölünən ədədlər 6'ya bölünür. Yanlışdır. Cavabımız C olar uşaqlar. 10-cu sualda isə A və B rəqəmlərdir. Aha. 0,2 və 0,12 kəsirlər arasında yerləşən neçə fərqli
0 tam AB kəsri var. Uşaqlar 0 tam onda 2 və 0 tam %12 deyir. Və 0 tam %12 bunu 0 tam %20 yaza bilərik. Bu ədədlərin arasında hansı ədədlər var? X bərabərdir. Hansı ədədlər? 0 tam %13 var. 0 tam 14 var. 0 tam 0 tam %15 var. 0 tam %16 var. 0 tam 17 var. 0 tam 18 var. 0 tam 19 var. Bu ədədlərin arasında. İndi deyir ki, neçədən kəsir var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Canımız olar D var. 7 dənə belə kəsir var. 11-ci sualda isə x-in deyir 2-yə olan nisbəti 12-nin 5-ə olan nisbəti. Tənasübü həll edin. Uşaqlar deyirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 5x bərabərdir 24, x bərabərdir 4,8. Cavabımız B variantı. 12-də isə OC şüası AOB körbucağının təmrini olarsın. Bu OC nədir? Təmböləndir. Olarsa COB aşağıdakılardan hansı ola bilməz? Uşaqlar 40 ola bilməz. Bucaq COB ola bilməz 40 dərəcə. Çünki bu 40 olsa, bu da 40 olacaq. Cəmi bütün 80 eləyəcək. Bizə kör bucaq lazımdır. Ona görə mümkün deyil. Və bucaq COB 100 ola bilməz. Canımız olar 1, 4, yəni C var. 100 olsa 200 dərəcə olar. 200 dərəcəli kör bucağı yoxdur ki uşaqlar. 13-də isə 11, 21, 31, 41, 51, 61, 71, 81, 91 ədədlərinin neçəsi sadədir? Uşaqlar 11 sadədir, 31 sadədir, 41 sadədir, 61 sadədir, 71 sadədir. 71 bəs səhv eləmirəmsə sadə olmalıdır. Bir də yox, 91 sadə deyil. Bunlar 3, 2. Neçədən olur? 5 dənə. Deməli, neçən cavabı 13-ə. 13-də cavab olar C variantı 5 dənə. 14-də isə bizə verib NA 18 dənə, B çoxluğunda isə 12 element var. A kəsişmə B 4 olarsa, A birləşmə B-ni tapın. Uşaqlar, bu ən sadə, əsan düsturdur ki, ana B-nin birləşməsində deyirik NA üstəgəl NB çıxaq NA kəsişmə B. Düstur budur. Yəni bu sadə bir şeydir. Buradan NA birləşmə B-ni tapsaq, NA nədir? 18-dir. NB 12-dir. Çıxaq. Fərq kəsişməsi isə 4 dənədir. Cavabımız 26. Cavabımız A variantı olar. 15-də məxrəci A olan düzgün kəsirlərdən heç birini sonlu onluq şəklində sonlu onluq kəsr şəklini göstərmək mümkün deyilsə, aşağıdakılardan hansı ola bilər? A aşağıdakılardan hansı ola bilər? Əgər biz onu sonlu onluq kəsr şəklində göstərə bilmiriksə, onun tərkibində deməli deyir ki, məxrəci A olan düzgün kəsirlərdən heç birini sonlu onluq kəsr şəklində göstərmək mümkün deyilsə, deməli o ən aşağısı 2-yə bölünməməlidir. Mütləq 2-yə bölünməməlidir. Burada 2-yə bölünməyən 2 dənə ədəd var. Biri 25-dir, biri 49. 25 məxrəcini yazsaq, misal üçün 25-də 10-u və yaxud 25-dən 15-i biz
sonlu çəkini göstərə bilir. Amma 49 yazsaq məxrəcinə, burada x 49-dan kiçik olarsa əgər, bütün ədədlər qoysaq, x bölü 49 ədədin sonlu şəklini göstərə bilmərik. Elə cavabımız olaraq D variantda. Göstərə bilmərik. Bəli. 16-da isə bizə deyir 2 kökdə 7 ədədinin tam hissəsini tap. Şöyle kökü, daha doğrusu vurğu kök işarəsini salaq. Kvadratı 4, 7-yə vuranda 28. Kökdə 28 hansı ədədlər arasında yerləşir? Kök hətta 25 ilə kök hətta 36 arasında. İndi kök hətta 28, onda 6 ilə 5-in arasında yerləşir. Demək kök hətta 28, 6-ya çatmır. 5 tam neçədirsə, düzdürmü? Tam hissəsi olacaq 5. Cavabımız 5 olar. 17-də isə tənasübün orta həlləri 12 və 27-dir. Həllərindən biri isə 18 olarsa, digərini tapın, x olsun. Bu hasil bu hasilə bərabər olmalı. Yəni 18 vur x bərabər 12 vur 27 olmalıdır. X bərabər nə olar? 12 vur 27 böl 18. 6-ya xəsələsək 3 burada qalar. 2 burada, 3-yə xəsələsək 9 burada qalar. 2 9-unda 18 edər. Cavabımız elə 18 olar. Daha sonra 18-ci sualda isə deməli uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar. Deyir ki, alfanın beta nisbəti, gəlin şəklini çəkək. Alfa budur, beta da budur. Deyir alfanın beta'ya olan nisbəti 2-nin 3-ə kimidir. Yəni mən alfaya 2k, beta'ya isə 3k deyə bilərəm. Və mən bilirəm ki, 2k ilə 3k'nın cəmi nədir? Müxtəlif adlı bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Düzdürmü? Uyğun tərəfə paralel bucaqlardır. 5k bərabərdir 180. Buradan k'nı alıram 36 dərəcə. İndi görək bizə nəyi soruşur? Alfanın dərəcə ölçüsünü tapın. Alfa nə idi? 2k. 2 vur 36, 72 dərəcə. Cavabımız olar 72 dərəcə. Deməli, 19-cu suala baxaq. Əkob 24 və 38. Buraq əbob 24 və 38. Hasının 10-a bölünməsi qalığı tap. Bölək 10 bərabər. Uşaqlar, biz bilirik ki, əbobu əkoba vuranda elə A vur B-dir. Yəni əbobanın AB-ni əkob AB-yə vuranda eləyir A vur AB. Yəni 24 vur 38. Bölək 10. Sonu nə eləyir? 8 4-üm 32. Nə eləyirsə, axır 2 bitir. Böləndə 10-a qalıqda 2 qalacaq da. Cavabımız olacaq qalığı ilə 2. Bu neçə idi? 19 idi. Keçək 20-yə. 20-də isə bizə deyir ki, yenə çoxluqlardır uşaqlar. B çıx A-nı bizə verib 3-dür. N A-nı verib isə 4-dür. N A birləşmə B-ni soruşur. Uşaqlar, eləyən diaqramı çəkək. Bu olsun A çoxluğu, bu olsun B çoxluğu. Deməli, B-dən A-nı çıxan. Deməli, A-da deyir 3 element var. Daha doğrusu A-da 4 element var. A-da 4 element var. Tutaq ki, olsun 1, 2, 3. Burada da olsun 4. Və B çıxan A isə 3-dür. B-dən A çıxanda 3 qalır. B-dən A çıxanda bu hissəni atırıq da, düzdürmü? Bu hissəni atırıq. Bir dənə burada 3 dənə element qalır. Tutaq ki, deyək 7, 9, 10. Bu elementlər. 3 dənə element qalır. B-dən A çıxanda. Burada tutaq ki, bu A-da bu qədər element var. Bizə kəsikməsini verməyib ki, xeyr, verməyib. Kəsikməsinin olub olmadığı haqqında xəbərimiz yoxdur. B-dən A çıxanda 3 qalır. Aha, A-da 4 dənə. Birləşməsini soruşur. Birləşməsini sonra 7 dənə olar.
Onda n a birləşmə b nə eləyəcək? Hamısı. 4 dənə burada, 3 dənə burada. Nümunədə 7 dənə. Canlılarla 7. Fərqi yoxdur. Yəni kəsişsə də, kəsişməsə də ümumi bütün elementlərin sayını demir. Bütün elementlərin sayı da bununla bunun cəmidir. 21-də isə uşaqlar bizə deyir 33 böl 4 ədədini tam və kəsr hissəsinin hansını tapın. Uşaqlar tam hissəsi 8 tam 4-də 1-dir. Tam hissəsi 8-dir, kəsr hissəsi 4-də 1-dir. Hasılı 2. Cavabımız oldu elə 2. 22-də isə uyğun tərəfləri perpendikulyar olan bucaqların fərqi cəminin 60%-nə bərabərdir. Bu bucaqların böyüyünü tapın. Uşaqlar QR kodu siz oxudarsınız telefondan. Mənim də yəni şərait yoxdur hal-hazırda. Həm bunu oxudan planşetə verəm, yəni əlavə düzəlişlər eləməliyəm videoda. Ehtiyac bilmirəm. Belə birbaşa şəklini çəkəcəm. Yəqin ki, şəkildə o formada olar QR kodda. Mən uyğun tərəfləri perpendikulyar bucaqları çəkirəm. Bu uyğun tərəflər perpendikulyar bucaqlar. Birinə tutaq ki, deyirəm x, buna deyirəm y. Mən bilirəm ki, y ilə x-in cəmi 180 dərəcəni mənə verməlidir. Bu uyğun tərəfləri perpendikulyar olan bucaqlara aiddir. Bu burası, bu qoydu kənara. Deyir ki, olan bucaqların fərqi, yəni y-dən x çıxanda, yəni böyükdən baladan çıxanda fərqi cəminin 60%-nə bərabər. Cəmi nədir? 180. 180 60%. 180 vur 60 bölü 100-ə bərabərdir. Bunu həll edirəm, kifayət eləməlidir mən bilən. Deməli, uşaqlar toplasaq, x-lar gedər, eləyər 2y bərabərdir. Bunu da 100-ə bölsəm, yəni 2 sıfır alsam, 18 vur 6, eləyəcək neçə? 108. 180 ise 108 gələndə, eləyər 288 dərəcə. Burada y bərabər alaram 144 dərəcə. Y 144 ise bura 144 ise onda bura nədir? Təbii ki 36'dır da ki cəmi 180. Deməli x-i da tapdıq 36. Aha, bizdən nə soruşur? Bu bucaqların böyüyünü tapın. Böyüyün 144 dərəcə. 23'ə baxaq. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili, yəni C bərabərdir 12-dir. A vur B isə 768 olarsa, əkob AB üstə gələk əbob AB cəmini tapın. Uşaqlar biz bilirik ki, əbobun kvadratı vuraq C bərabərdir A vuraq B deyir. Bunu bilirik. Yəni əbobun kvadratı bərabərdir AB bölək C-dir. Bunu bilirik. Əbobun kvadratı. Yazıram ardıcan. Əbobun kvadratı bərabərdir 768 yerinə qoyuram. Bölək 12. Buradan nə alırıq? Deməli 76-nı 12-yə böləndə düşər 6 dəfə 48-ə düşər 4. Əbobun kvadratı 64 sonunda əbob özü nəyə bərabərdir? Əbob AB yəni 8-dir. Əbob 8-dirsə, bəs əkobu necə tapaq? Və əkobun əboba hasili isə AB-yə bərabərdir. Uşaqlar bilirik ki, əkob AB vuraq əbob AB əbob B bərabər nəyə? AB-yə. Düzdür. Və əbobu bilirik, bu 8-dir. Yəni əkobu mən əkob AB-ni yəni 8'ə vursam 768 eləyər. Elədimi? 768 hə. Buradan əkobu nə alıram? Və yaxud uşaqlar C-ni əbobu da vura bilib əkob ala bilərdik. AB alırıq burada 9 8'im 72 48'i 6 dəfə. Tapıram 96. İndi əkob da var. Əkob, bu da əbob. Bizə cəmini soruşur. Yazıram əkob AB ilə əbob AB-nin cəmi mənə verir 96 ilə 8-in cəmi. Yəni 104'ü verir. Cəmimiz olar 104. 24-cü sualda isə A ədədinin 0,135 hissəsi ədədi hissə göstərəndə vurur.
25,2-yə bərabərdir. 25,2-yə bərabər. Görək buradan A nə alırıq? A bərabərdir. 252 yanında bir 0 bölü 35. Tam edədə çevirdim uşaqlar. Deməli, burada nə alırıq? 7 dəfə. Görək. 2520-ni bölü 35-ə. 7 dəfə 35. Cihazda 21, 24. Qalır burada 7, 70 isə 2 dəfə. Cavabımız olar 72. Mütləq. Deməli, A tapdıq 72-dir. İndi deyir ki, məxrəci A olan, yəni məxrəci 72 olan düzgün kəsirlərdən ixtisar olunmayanlarının sayını tapın. Düzgün kəsirlərdən, burada x 72-dən kiçikdir. İndi ixtisar olunmayanların sayını tapın. Uşaqlar, biz bilirdik ki, ixtisar olunmayanların sayını məxrəci A olan düzgün kəsirlərdən ixtisar olunmayanların sayını necə tapırdıq? 72-ni ayrıdıq sadə vuruqlarına. 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Yəni 72, 2-nin üstü 3 vuraq, 3-ün üstü 2 demək idi. Düzdürmü? İndi ixtisar olunmayanların sayını necə tapırdıq? Tutaq ki, ixtisar olunmayanların sayı n dənədir. Deyirdik ki, 1 çıxal 2-də 1 vuraq, 1 çıxal 3-də 1 vuraq 72. Düzü. Baxın, baxırdıq. Natural bölənlərin sayı deyəndə qüvvətə baxırdıq uşaqlar. Amma əgər desəydi ki, ixtisar olunmayanların sayını tapın, onda baxırdıq əmsalın özünə. Deyirdik 1 çıxal 1 bölək. Həmin aldığımız K 1 çıxal 1 bölək yenə K1, 1 çıxal 1 bölək K2 bu formada. Burada nə alırıq? 2-də 1 vuraq 3-də 2 vur 72. Bu da bizə nəyi verir? Deməli, bu 2-lər gedir, qalır 72 vur 3-də 1. 24 edir da səhv etməmişsə. Canımız olar 24 dənə ixtisar olunmayan düzgün kəsir var imiş. 25-də isə boş hovuzu bir boru 4 saata, bu birinci boru olsun, bu da ikinci boru olsun. Bu 4 saata, digər boru, yəni ikinci boru isə 5 saata doldurur. 5 saata doldurur. Deyir ki, hovuz boş olduqda hər iki boru eyni vaxtda qoşularsa 2 saat sonra hovuzun hansı hissəsi dolar? Uşaqlar, 1 saatda birinci boru hovuzun 1 bölək 4-ünü doldurur. 1 saatda. Digəri isə 1 saatda doldurur 1 bölək 5 hissəsi. Düzdür? Bunlar 2 saat işləsə olacaq vuraq 2 bərabər ümumi hovuzun hansı hissəsi olacaq? 1 bölək x hissəsi olacaq. Görək bu nə verir bizə? 20-də 9 vuraq 2 bərabərdir 1 bölək x. Buradan alırıq 10-da 9 bərabərdir 1 bölək x. Bir bölü x neyi dedik? Yox, 1 bölü x neyi yazılır bunu? Bircə saniyə qoyub burasını fikirləşin bir də. Deməli, bax, 1 saatda 4-də 1-ini doldurur. 5-də 1-ini doldurur. Birinci boru 4-də 1, ikinci boru 5-də 1. 2 saatda 2 vuraq 4-də 1 isə 5-də 1. Buradan alırıq nə? 10-da 9. Bu 2 saatda işləyəndən sonradır. İndi deyir 2 saatda hovuzun hansı hissəsi olur? 10-da 9 hissəsi dolar. Hansı hissəsi qalar? 10-da 1-i qalar. Deyir hovuzun hansı hissəsi dolar? 10-da 9 hissəsi dolar uşaqlar. Bu qədər uşaqlar. Növbəti videoda görüşənədək sağ olun.